Bölgələrdə payız əkiminə hazırlıq işləri davam edir. Bu çərçivədə Qəbələdə də meşə fonduna daxil olan ərazilərdə torpaq becərilməsi, çalaların qazılması və əkiləcək sahələrin müəyyənləşdirilməsi istiqamətində işlərə start verilib. Bölgə TV xəbər verir ki, 15 saylı regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları tərəfindən payız mövsümünə hazırlıq məqsədi ilə geniş miqyaslı tədbirlər həyata keçirilir. Mərkəzin direktor müavini Hüseynov Vüqar bildirib ki, 55 hektarlıq sahədə torpaq hazırlığı aparılıb, ərazilər şumlanıb və çalalar qazılaraq əkiləcək ağac singləri üçün şərait yaradılıb. Onun sözlərinə görə hazırda çəkilişin aparıldığı ərazi zəbtdən azad olunmuş torpaqlara daxildir. Hazırda durduğumuz 5 hektarlıq sahə tam şumlanıb, çalaları qazılıb və əkilməyə tam hazır vəziyyətə gətirilib. Payız əkini zamanı əsas məqsədimiz bu torpaqları yenidən yaşıllaşdırmaq və meşə fondunu bərpa etməkdir, deyə Vüqar Hüseynov bildirib. Mərkəzin əməkdaşlarının sözlərinə görə təkcə əkinlə bağlı deyil, meşələrin mühafizəsi istiqamətində də bir sıra tədbirlər görülür. Belə ki, ərazilərin çox hissəsində çəpərlənmə işləri aparılıb, meşə zolaqlarına nəzarətçi müşahidə kameraları yerləşdirilib. Həmçinin mühafizə məqsədi ilə drenaj və suvarma kanalları çəkilib. Daha sonra mərkəzin nümayəndəsi tinqlik sahələri ilə bağlı məlumat verib. O bildirib ki, ərazidə 2 tinqlik sahəsi fəaliyyət göstərir. Onlardan birində müasir tipli istixana quraşdırılıb, burada kök sistemi möhkəm olan, iqlim şəraitinə davamlı tinqlər yetişdirilir. 15 saylı regional meşə təsərrüfat mərkəzinin direktoru Əkrəm Babayev əməkdaşlarımıza bildirdi ki, keçirilən ağac əkmə aksiyaları davam edir. Rəhbərlik tərəfindən verilən tapşırıqlara vaxtında əməl etmək üçün var gücümüzlə çalışırıq. Kənardan müdaxilələrin bizim işimizə heç bir maneçiliyi yoxdur. Hansısa qanun pozuntusu olarsa, operativ olaraq tərəfimizdən araşdırılır. Meşələrin mühafizəsi gözətçilər tərəfindən ciddi şəkildə qorunur. Onu da qeyd edək ki, həyata keçirilən bu tədbirlər həm meşələrin bərpası, həm də regional ekoloji tarazlığın qorunmasına xidmət edir. Dilbər Vüqar qızı, Niyaməddin Muradov, Niyaməddin Ağaoğlu, Bölgə TV.